Hamımız üçün o bəd gün telefon zəngi ilə başlandı. Bakı metrosunda fəhlə işləyən, elə buna görə də hamıdan erkən duran Qiyas özü də nə danışdığını bilmirdi. Ehtiyatla, hürkə-hürkə, biraz da qorxa-qorxa qəflətən soruşdu. Vaqif haqqında bir şey eşitməmisən ki? Nə mən, nə də Qiyas Vaqiflə şəxsən yaxından tanış deyildik. Ancaq onun pərəstişkarı, böyük istedadının vurğunu idik. O saat başa düşdüm ki, nəsə olub. Mən onsuz da bilməli idim, ona görə ki, qardaşım Vaqif Mustafazadənin ansamblında işləyirdi. Səhər eşitdik, hamı eşitdi. Eşidənlər inanmaq istəmədilər. İnananlar yana-yana qaldılar. Birazdan Nazim gəldi. Həmişə qaraqabaq olan Nazim elə yenə də qaraqabaq idi. Gətirdiyi hədiyyələri verdi. Bloknotu stolun üstünə qoydu. Azca oturdu və durub getdi. Uşaqlar gözləyirdilər. Min cür iş vardı. Yadımda deyil, haçan, nə vaxt biz yazışmağa başlamışdıq. O şeylər barədə yazışırdıq ki, üz-üzə, göz-gözə danışmaq mümkün deyil. Onları yazmaq daha asandır. İndi Vaqif yoxdur. Bu yoxluğa ürək ağrısı ilə, qəlb yanğısı ilə acımağa başlamışıq. Əsrin ritmi, torpağın soyuqluğu, min cür qayğı, min cür sevinç, kədər yığını arasında Vaqifin xəyalı boy verir, ürəyimiz sıxılır, gözlərimiz yol çəkir. Nazimin məktubu sevimli Vaqifin həyatının son saatları haqqında stenoqrafik məlumat idi. Bir saat keçməmiş Vaqifi səhnə arxasında çox yorğun, əhvalsız və rənci qaçmış, solğun gördük. Danışdıq. Məlum oldu ki, bir neçə gün qabaq Vaqif özünü pis hiss eləyib. O biraz da zəif idi və azca qulaqları ağrıyırdı. Başqa dərdi yox idi. Ona görə də həkim şübhələnmədən bir-iki damcı kamfora spirti ilə kifayətlənib. Buna baxmayaraq biz onu dilə tutduq ki, konserti qoy təxirə salaq. Ancaq o razı olmadı. Onun günahı üzündən konserti təxirə salmağı ağlına sığışdıra bilmirdi. O öz işinin bax belə fanatiki idi. Mən necə izah eləyim ki, caz pianoçusu üçün müəllif konserti, açıq konsert nə deməkdir? Özü də elə adam üçün ki, harda gəldi çalıb, illərlə çalıb, min cür yol axtarıb ki, onu dinləsinlər, başa düşsünlər, qəbul eləsinlər, ancaq yenə də kimin üçünsə anlaşılmaz qalıb. Ölümündən biraz əvvəl yaratdığı muğam caz ansamblı əsl mənada musiqi dəlisi və yorulmaq bilməyən o istedadlı ifaçı üçün xatirədir. Vaqif illərlə ora-bura vurnuxdu, neçə yeniyetmə kimi müxtəlif əyləncəli estrada ansambllarında işlədi. İşləyə-işləyə dəst-xət qazandı, puxtələşdi, peşəkar musiqiçi kimi tanındı və nəhayət təkrar olunmaz bir sənətkar kimi yetişdi, yol tutdu, sənətin ən yüksək mərhələsinə çatmış ustad musiqiçi oldu. Nazimin məktubu belə davam edir. Və beləliklə konsertin birinci hissəsi həddindən artıq əsəbi keçdi. Çala-çala hamımız gözümüzü qırpmadan bu böyük musiqiçiyə baxırdıq. Get-gedə onun rəngi qaçırdı. Tamaşaçı bir o qədər də çox olmayan salonda Vaqif ustalıqla, həyəcanla çalırdı. Əlbəttə, onun həmin saatdakı vəziyyəti ilə bağlı bir-iki kiçik texniki səhvi demirəm. Öz səhvlərimizi isə deməyə ehtiyac yoxdur. Fasilə vaxtı Vaqif dediyindən dönmədi. Heç şübhəsiz yalandan dedi ki, özünü yaxşı hiss eləyir. Doğrudan da ikinci hissəni Vaqif böyük həvəslə, ilhamla çaldı. Gershwinin lirik piyesi Sevdiyim İnsan əsərini o qədər dahiyanə, o qədər təkrarsız ifa elədi ki, deyərdin bir daha bu əsəri çalmayacaq. Ustalığın ən uca nöqtəsi bu elə yüksəklikdir ki, insan oradan o yana qalxa bilmir. Yüksəklik bəlkə elə bir məsafədir ki, sonu nəhayətsizlik, əbədilikdir. Məsafə uzandıqca uzanır. Məsafə uzandıqca uzaqlıq aydınlaşır. Ancaq bu aydınlığında sonu yoxdur. Sənətdə
tapıntının, kəşfin, ustalığın sonu olmadığı kimi. Vaqifin ifasını musiqi sevərlər, musiqi biliciləri, ciddi musiqiçilər və geniş dinləyici kütləsi müxtəlif cür yozurdular. Kimisi onun xalq mahnılarının işləmələrinə vurğun idi. Kimisi caz texnikasını incəliyinə qədər bildiyinə görə sevirdi. Kimisi isə onun musiqisini əsrin oğlunun etiqadı kimi qəbul eləyirdi. Onu sevirdilər, ancaq o xoşbəxt deyildi. Çox vaxt bəxti gətirmirdi. Amerika caz biliciləri onu heyranlıqla tərifləyirdilər, ancaq o hamı üçün milli musiqinin carçısı idi. Azərbaycan cazına heyran olmuşdu. O caza ki, onu özü yaratmışdı. Özündən başqa kim var idi ki? Nə deyəsən? Bu yorulmaz ifaçı öz son konsertini təkrarsızcasına çaldı. Sən demə, çala-çala artıq ürəyinin damarları qırılırmış. O pərəstişkarlarına gülə-gülə baş əyəndə sən demə 2 addım ondan geridə amansız ölüm onu gözləyirmiş. 39 yaşında ölmək, 39 yaş. Mozartdan 4 yaş böyük idi Vaqif. Parlaq istedad sahibi olan Mozart, şaqqraq gülüşlü, parlaq təbəssümlü Vaqif. Royalın şirmai dillərinin üstünə əyilmiş caz ustasının görünümü. Caz, işıqlı, parlaq, şıdırğı musiqidir. Caz həyat sevgisi ilə, yaşamaq sevgisi ilə doludur. Sənət əbədi, ömür isə köçəridir. Musiqinin materiyası necə də kövrəkdir. Gör nə qədər şərtlər var ki, gör sən bu şərtləri necə gözləməlisən ki, bu musiqinin tük qədər incə telləri ürəkdən ürəyə uzansın, ürəyi isitsin, öz yeni səslənməsi ilə, öz yeni gözəlliyi ilə özünə vurğun eləsin. Ancaq dəxli yoxdur. Dəxli yoxdur. Sənət əbədidir. Əbədidir bəlkə ona görə ki, onun kökləri bizim hər birimizin qəlbindədir. O fikrimizin, duyğumuzun düzümünü nizamlayır, həyata münasibətimizi sahmanlayır, yerişimizi, duruşumuzu, gülüşümüzü qaydaya salır. Danılmaz həqiqətdir ki, xalq məhəbbətini qazanan sənətkar haqqında deyirlər. O özünü tapıb. Vaqifin də xoşbəxtliyi onda idi ki, elə Vaqif idi. Sənətində öz yolu ilə gedirdi. Heç kəs onu bu yoldan qaytara bilməzdi. O özü də qayıtmazdı. Vaqif bir caz ustası kimi Amerika zəncirlərinin sənət varlığına elə bələd idi ki, bu bələdçilik öz Azərbaycan musiqisinin əzəli köklərinə məhrəmliyə bərabər idi. Zəncirlərin sənəti ağları sehirləyir. Onlar bu sehirdən axıra qədər baş aça bilmirlər. Caz nəzəriyyətçilərin fikrincə zənci musiqisidir. İllər keçir, ağlar qalaralarla çiyin-çiyinə yaşaya-yaşaya caz musiqisinin ritmlərindən ləzzət ala-ala öz caz məktəblərini yaratsalar da, caz sənətini tam kəşf edə bilmirlər. Azərbaycan musiqisi üzərində tərbiyə oluna-oluna, bayatıları, laylaları eşidə-eşidə, tərəkəmə, vağzalı, oyun havalarını dinləyə-dinləyə, qulaq asa-asa cazı bu qədər duymaq, anlamaq, özünükləşdirmək, vaqifləşdirmək ustalığı səndə hardan idi ay Vaqif, hardan idi? Musiqi sənəti, ümumiyyətlə sənət şablonu sevmir. Köçürməni, təkrarı görən gözü yoxdur onun. Musiqi elədir ki, sən öz çalğını özün qurmalısan. Elə qurmalısan ki, təkrarsız olsun. Heç nəyə oxşamasın, heç kimə oxşamasın. Ancaq qəlbləri fəth eləsin, ürəkləri oxşasın. Bu cür çalğını belə ifanı notla yazmaq mümkün deyil. Nəzəriyyə kitablarında da bu barədə deyilmir. Gözlərinlə, barmaqlarınla da bunu öyrənmək çətindir. Cazın özünün şərti qanunları, təbiətinin şərtliyi Vaqifdə xüsusi bir musiqi düşüncəsi, qanuna uyğunluğu yaratmışdı ki, bu da ancaq yaddaşla, duyumla eşidilir, ölçülür. Bəlkə irsi keçid də genetikada öz rolunu oynayır. Təkcə qədim Afrika sənətindən kökünü alan caz yox, ümumiyyətlə şərq musiqisinin o cümlədən muğamın özü belə Avropalılar üçün şifahi sənət növü kimi çətin araşdırılır. Əsrləri ötə-ötə formalaşan, müəyyən lad quruluşuna, düzümünə çevrilən sənət nümunələri nadir incilər kimi folklor dünyamızın milli sərvətidir. Hər yeni gələn nəsil bu illər qalağı altında qalan həmin incilərə öz geoloq gözü ilə baxır, araşdırır, özünün yeni variantını yaradır. Təkrarda təkrarsızlıq tapır. Bu bir növ qırılmış zəncirin yenidən düzümünə oxşayır.
Azərbaycan musiqicisi Vaqif Mustafazadənin sənəti məhz bu söylədiklərimizin əzəlindən gəlib. O, iki böyük kökə malik musiqi janrını, cazı və muğamı sintezləşdirib, caz dünyasına daxil olub. Bundan sonraki hadisələr dəhşətli yuxudur. Heyif ki, yuxu deyil, həqiqətdir. Vaqif reanimasiya şöbəsində stulların üstündə uzanmışdı. Şöbənin dəhlizi adamla dolu idi. Onun gözlərini açmaq üçün süni aparatlar işləyirdi. Cavan həkim qız, gözləri yaşlı, qəhərdən boğula-boğula Vaqifin həyat yoldaşının, orkestrın ifaçılarının üzünə sükutla baxırdı. Bundan sonra biz o yad şəhərdə, bazar günündə idarələri bir-birinə vurub buz axtarırdıq, tabut gəzirdik. Vaqifin anası hələ heç nədən xəbəri olmaya aeroporta bizi qarşılamağa gəlmişdi. Budur, caz texnikasının ən xoşagəlimli harmoniyasından yaranmış, yeni konstruksiyaların özünə yönəldilmiş qədim muğamın melodik kökləri tamamilə yeni, oynaq, parlaqçalarla səslənir. Və bu zaman onlar heç bir mühitin təsirinə məruz qalmır, heç bir korroziya təhlükəsi onları gözləmir. Muğam caz musiqisinin partlayıcı dinamikasına qarışdı. Quruluşca mürəkkəb, səlis və təmiz caz kompozisiyası muğamlaşdı. Yeni bir musiqi yarandı. 20-ci əsrin lirik caz pianoçusu Vaqif Mustafazadənin musiqi dünyası. Dəhşətli yuxu get-gedə aydınlaşdı. O zaman əsl həqiqətə çevrildi ki, onun əklilərə və çiçəklərə bürünmüş məzarı başında Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndəsi matəm mərasimindəki çıxışında dedi: Respublikanın əməkdar artisti, dövrümüzün görkəmli musiqicisi, istedadlı bəstəkar, əsrin musiqisini bəstələyən Azərbaycan xalqının etibarlı oğlu Vaqif Mustafazadə vəfat eləyib. Vaqif musiqisində biz özümüzü kəşf eləyirdik. Qarmaqarışıq əsrimizin ritmini eşidirdik. Bütün bunların arxasında onun obrazı dururdu. Onun üçün görə bilmədiyimiz şeylər, gecələr qəlbimizi göynədir. Əsrlərlə bizim torpaq öz ifaçıları ilə fəxr eləyib. İfaçılar gəliblər, gediblər, ancaq bu torpaq qalıb. Torpaq yenilərini yaradıb. Qopuz, saz, söz ustadları, xalqın oğulları bu torpağı tərənnüm eləyib. Qolşa qopuz götürüb, eldən elə, boydan boya ozan gəzər. Ər cömərdin, ər nakəsin ozan bilər. Müğənni öz oxumaları ilə yaşayır. Onun qəlbi döyünür və həyəcanlanır. Gülür və ağlayır oxuduqları mahnılarla birgə. Nə qədər ki, həyatın vuran qəlbi olan musiqi yaşayır, həyat da davam eləyir. Vaqif bu həyatın musiqisi idi.